Uşaqlar, xoş gördük hər birinizi. Bu günləri Dəyanət kitabının 5-ci sinif yeni nəşrindən mövzu 24-dən onluq kəsirlərin bölünməsi mövzusu. Onluq kəsirin onluq kəsirə bölünməsi onu keçəcəyik. Və birdən onluq kəsirlərin natural ədədə bölünməsi. Birdən böyük mərtəbə vaidinə bölünməsi. Əslən bu mərtəbə vaidinə bölüm haqqında danışmışıq keçən dərsimizdə. Bugün danışacağıq onluq kəsirin natural ədədə bölünməsi. Birinci işimiz bu olacaq. Onluq kəsirin natural ədədə bölmək üçün qayda nədir? Sadə bölməkdir. Sadəcə məsələ orada. Tam hissəni bilmək, kəsir hissəni bilmək, tam hissəni bölüb qutarandan sonra kəsir hissəyə necə başlamalıyıq. Birinci, elə kitabınızdan misal götürən birin birincisi 73,4 bölünsün 5. Qulağınızın. Bölünsün 5. Uşaqlar, tam hissəsi nədir burada Asiya? 73, 7 yox. Vergülə qədər soldan sağa tam hissədir. Vergüldən sonra soldan sağa deyəndə onluq işarələrinin sayıdır. Kəsir hissəsidir. Oldu mu? Bunu təkrarlarıq. İndi baxın uşaqlar, tam hissəni 5'ə bölməyə çalışıram. 7'ni 5'ə böləndə bir dəfə. Yazıram bura 5. Adi qayda ilədir Məhəmməd. Sonra 3'ü salıram aşağı. 23'ü 5'ə böləndə 4 dəfə, 4 dəfə 5. 20 bunu bilirsiniz hamınız. Qalıq nə qaldı? 3. Bax, Əli. Tam hissədə mənim qalığım nə qaldı bala? 3. Aferin. Mən də indi kəsir hissəyə getməliyim. Kəsir hissəyə gedəndə buradakı qismətə vergül atıram. Artıq kəsir hissəsinə. Bəli. Buraya yazıram nə? 34. 34'ü 5'ə böləndə eləyir 6. 6 dəfə 5 neçə eləyir? 30. Çıxanda qalıq nə qalır? 4. Biz demirik qalıq 4 qaldı. Biz davam edirik. Nə üçün? Demişik ki, onluq işarələrin sonuna bəli, sonsuz qısaydını artıra bilərik, sıfır artıra bilərik. Buna tam haqqımız var. Elədən Asiya xanım. Bu sıfırların birini salıram. Məni yola verənə qədər sala bilərəm. Birini saldım. Nə oldu? 40. 45'e neçə dəfə bölünür? 8. Tam bölündü mü? Fəxrədir. Lazımdır yenə mən ora sıfır salım. Lazım deyil. Deməli bunu böləndə cavab nə oldu? 14 tam %68. Gəlin bir başqasını yazalım. Məsələn yazılıb ki 176,99 böl 11. 176 tam %99 bölünsün nəyə? 11'ə. Yenə də tam hissədən ancaq başlayacağıq birinci. 2 dənədir, 2 dənə götürəcəm. 17'nin içində neçə 11 var Xərcə? Bir dənə. Nə yazaram bura? 6, düzdürmü? 6'nı hələ tam hissədəyəm. 66'nı böləndə 11'ə neçə edir? 6. 6 dəfə 11 Fəxrəddin. Burada bir şey qalmadı. Düzdürmü salatın olduğunda sən? İpək. Deməli çatdıq bura, amma burada da heç nə qalmadı. Mən mütləq bu hissəyi keçəndə bura nə atmalıyam? Ay sal, vergülmə atdım. 9'u salacağım aşağı. 9 11'ə bölünür. İkinci ədədi salanda Asiya bura nə salar? Aferin sizə. 99'a neçə dəfə bölünür? Aferin, heç bir ehtiyacımız qalmadı. Ha, gözəl. Bunu bildik. İndi gəlin yazaq bir dənə 10-cu sualı, biraz fərqlisi. 10-cu sual. Bu yazdığımız neçə idi? Qoy bir dənə baxım, 8. İndi 10-cu sualı yazıram. 10-cu sualda mənə deyir ki 1 tam 12.672. 12.672. Bölünsün 8'ə. Baxın indi bura uşaqlar. Diqqətlə qulaq asın. Xahiş edirəm sizdən. Aya, mən birinci tam hissəyə baxmalıyam. Düzdür qızım? 1 tam 8'ə bölünür. 1'in içində 8 var. Ay sağ olun. Olmadığı üçün mən kəsir hissəyə keçməliyim. Elədirmi? Bəs yaxşı, bu 1'in içində 8 yoxdursa, deməli mən bura nə yazaram? 0 tam. Vəssalam. İndi başlayacağım 11'i işləməyə. Gördünüz? Əgər tam hissə bölünmürsə, Fəxrəddin buna. Mən onun yerinə 0 tam yazacağım. Vergüllə artıq işim qutardı. 11'i bölərəm 8'ə. Neçə dəfə? Aferin. 11'dən 8 çıxır. 11'dən 8 çıxır. Amma 1 tam onda 1'dən yox. 11'dən 8 çıxıram. 11'dən 8 çıxana nə qalır? 3.
2-ni gətirirəm yanına. 32-ni 8-ə böl nə qalır? 4. Çıxanda 32, burada nə qaldı? Heç nə, 0. İndi baxın, 6-nı gətirirəm. 6 bölünür 8-ə. İkinci ədədi salmadan öncə bura nə atacaq? Aferin sizə. 67 bölünür 8-ə neçə dəfə? Burada nə qaldı? 3. 2-ni salıram aşağı. 32-ni 8-ə bölünür neçə idi? 0 atmağa ehtiyac qalmadı. Və salam. Aferin, 0 atmağa ehtiyac qalmadı. Cavab oldu bu. Çünki bölündü. Aferin. İndi uşaqlar bunu bildik. Birdən böyük mərtəbə vaidinə bölünməsi. Onluq kəsr. Bunu sizə keçən dərs izah eləmişdim. Evdə yenə deyirəm, bilirəm hansı uşaqlardır ki, çox gözəl köçürdür dəftərinə, dəfələrlə də videomuza baxır. İndi burada videoda çəkmirəm ki, adınız düşməsin. Yoxsa evdə mamalar sizi yaxşıca cəzalandıracaq. Bunu evdə nə edirik? Hamımız köçürdürük, qəşəng baxırıq, təkrar köçürdürük. Oldu mu? Bu gözəl vaxt qazancımızdır. Düzdür Fəxrəddin? İndi uşaqlar, onluq kəsri birdən böyük mərtəbə vaidinə bölmək üçün birinci gəlin mən sizə sual verim. Onluq kəsri birdən böyük mərtəbə vaidinə vuranda mənə cavab versin Vaqif. Vuranda. Məsələn, 3,5-i 100-ə vuranda nə edirdik? Vergül sağa gedirdi. Aferin. Nə qədər? Sıfırlar. Arın sayı qədər sağa gedirdi. O zaman 3,5-i 100-ə vuranda cavab neçə olar? 3,5 100 vuranda Aha. cavab 350. Aferin. Yəni bir dənə ədəd var, bir də mən 0 artıracağım. Düzdür? Oldu nə Nurlana? 350. Əlbəttə ki, vurmada biz deyirik ədəd nə olur? Böyüyür. Birdən böyük ədədə vuranda. Aferin. Bölmədə nə olacaq? Kiçiləcək. Bax, eyni sözün əksinə deyəcəyik. Antonim deyəcəyik də, belə deyək. Hər bir sözə antonim deyəcəyik. Sıfırların sayı qədər vergül sağa yox, sola sürüşəcək. Aferin. Bunu demişdik keçən dərs. Bax, məsələn üçün 12,5 bölünsün nəyə? 100-ə. Gəlin əvvəl 10-a bölüm, sonra 100-ə bölüm. 10-a bölsəm, onun neçə sıfır var uşaqlar? Deməli, vergül bir adım gəlir. Ay, sağ ol. Gəlin 12,5-i bölək 100-ə. Necə? 125. 0,125. Tam olmalıdır. Gəlin 12,5-i bölək 1000-ə. Qışqırmırıq, sakin. Qışqırmırıq. Mən ad tutacağım deyərsiniz. Yaxşı? Mənə bunu cavab versin Nurlana. Neçə sıfır görürsən qızım? 4. Sənin neçə ədədin var geriyə getməyə? 2. Neçəsi qalır? 2. Deməli, nə atarsan bura? 0, 120. 0, 2 dənə qoymalısan axı. Sonra 125 yazırsan. Yaxşı, bunu yazıram. Mən burada söz deyirəm. Asiya həllinidir. 5 dənə 0 olduğuna görə 0 tam Aha. 0 0 3 dənə 0 125. Aferin, maşallah, maşallah. Bir dənə yazıram. Bunu mənə Yağmur cavab versin. Burada 10 üstü 4, Durma, otur. 10 üstü 4 10.000 deməkdir. Yəni nə? 4 dənə 0. 4 dənə 0. Deməyin ha, 4 dənə burada, bir dənə burada. Yox. 10 üstü 4 elə bunun sayı qədər 0 deməkdir. Biz bunu 10 üstü 4 bərabərdə 10.000 olsa, bizim burada vergüldən əvvəl 2 dənə sıfırımız var. Aha. Deməli biz 0 vergül 0 0 125. Aferin, gözəl. Xədicə mənə cavab versin. 10 üstü 6 olsun, orada 6 olsun, 6 dənə 0 var. Orada isə 2 dənə var, qalır 4 dənə, 0 vergül, 4 dənə, 2 dənə 0. 4 dənə. 2 ədədi var, amma 6 dənə gedişim var. 4 dənə 0. 4 dənə 0, 125. Yaxşı, biri də mənə Məhəmməd desin. Mənim orada 8 dənə 0, 5 dənə 0 yazırıq. 5 dənə. 6 dənə. Aha. 0 0 tam, sonra neçə dənə 0 yazmalısan? 6 dənə. 6 dənə, sonra 125. Anladıq məncə. Hə? Gözəl. Yaxşı. İndi başlığımız gəlir onluq kəsrin onluq kəsrə bölünməsi.
Bax uşaqlar, burada sizə bir maraqlı bir gedişat öyrədəcəm. Qoy görüm hələ. Hər hal bunda onun kimi veribdi. Bilməm. Nəysə. Mən bir gedişat deyəcəm sizə. Qulaq asın, hər hal elə olar, başqa bir şey ola bilməz. Onsuz da bütün kitablar, bütün qaydalar hamısı standart yazıda yazılır. Sadəcə hər sinif üçün biraz ağırlıq dərəcəsi var. Onluq kəsirə bölmək üçün birinci iş nədir? Birinci iş. Qulaq asın. Böləni natural ədədə çevirmək lazımdır. İndi deyəcəm bu nə deməkdir. Çevirmək lazımdır. Mənimlə bu nə deməkdir? Maraqlı bir cümlə idi. Necə yəni böləni natural? Bölən hansıdır Asiya? Bəli. Deyirik ki, bölünən, aferin sizə, maşallah. Bölünən bir dənə Qismət. Ay sağ ol. Gözəl balalar. Mən sizə nə dedim? Böləni nəyə çevirmək lazımdır? Natural ədədə. Bəli, qulaq asın. Əgər naturaldırsa heç, bayaqları natural idi, rahat şəkildə yazdıq ayağım, düzdür? İndi isə sənə qayda deyirəm ki, böləni natural ədədə çevirginə. Nə eləyərəm? Bir dənə misal buradan götürəcəm. Məsələn, yazılıb ki, 123,6 bölünsün 0,6. Mənim burada bu bölünənimdir, bu nədir? Bölənimdir. Böləni dedim nəyə çevirmək lazımdır? Natural ədədə. Bəs yaxşı müəllimə, bu nə deməkdir? Natural ədədə çevirmək. Uşaqlar, 0,6-ya diqqətlə baxın. Bunu elə etməlisən ki, natural ədəd olsun. Ona görə də onluq işarələrinin sayı neçədə nədir? Onluq işarələrinin sayı qədər sıfırı olan mərtəbə vaidinə vurmaq lazım. Hamısını ona vurmuruq. Bəli, 0,6-dırsa, bunu nəyə vuracam? 10-a. Bax, bunu 10-a vurdunsa, İpək, mütləq bunu da vurmalısan. Gördün? Bərabər yazırsan indi. Bunu 10-a vuranda vergül bir adım hara gəlir? Sağa. 1236 bölünsün nə oldu? 6. İndi bunu rahat bölürəm. 12-ni bölürəm 6-ya neçə dəfə? 2, 12, 3 bölünmür, düzdür? Nə atıram? 6, 36 neçə dəfə bölünür? 206. Gəlin biraz fərqlisini götürək. Məsələn, yazılıbdır ki, 0,616 bölünsün 0,14. Bax uşaqlar burada. Bölənə baxırıq salatın, bölənə. Bölənin neçə onluq işarəsi var? 2. Aferin, maşallah, maşallah. Nəyə vuracam? Bunu nəyə vurdumsa, Məhəmməd, bunu da ona vurmalıyım. Sən deməyinən ki, müəllimə niyə bəs bunda 2 dənə gəlir, onluq qalır. Bölünəndə fərqi yoxdur. Bölünən onluq kəsir qala bilər. Sənin məqsədin bunu etməkdir. Oldu? Mən də elə onu düşünürdüm. Aha. O zaman vergül gəlir 2 dənə bura nə olur? 61,6 bölünsün nəyə? 14. İndi baxırıq. Əlbəttə ki, mən nəyə götürəcəm? 61-i. 61-in içində 14 neçə dənə ola bilər? 4 dənə 56. Ay sağ ol. 4 dənə ola bilər? 56. Çıxanı nə qalır? 50. Bax, mən qutardım tam hissəni. Tam hissəni qutaran kimi bura nə atacam? O zaman 56. 56-nı yenə 14-ə bölən neyini? 4 dəfədən 14 çıxıram nə? Başlayın. 56 cavab neçə edir? 0. 4 onda 4. Oldu. Biri nə yazar? Əlverişli üsul məsələsi də var. Burada ev yoxdur. Baxarım. Məsələn, yazılıb ki, 10,8 bölünsün 0,225. Minə vuracam. Niyə? Çünki İkincidə nədir? 3 dənə bunda varsa. Onunla minə vuracam. Əsas bunun üzərindən. Aferin. İndi bunun minə vuranı nə olacaq o? Bunun 10.800. Bir dənə özündə var. Bir sıfır apar. Ama ikisi borç qalır axı Fəxrəddin. Nə yazaram buna? 10.800.
Bölünsün nəyə? 220. Baxıram görüm hələ. 100 onun içində yoxdur, 108-in içində də yoxdur. Mən 4 dənəsini götürəcəm. Düzdür? 1080-in içində 225 neçə dəfə ola bilər? 4 dəfə, hə 4 dəfə. Düzdür. O da neçə eləyir? Yox, düz demədik. Demek 0 Eləyir bu 100, hə, bu da 800, 900. 900 eləyir. 0, 8, burada da 1. 180 bölünmür axı, bir dənə 0 atacaq. 900, 900 eləyir 8 dənə. Deməli 1 900 4 dənədirsə, 1 900 də 4 dənədir. Bunu belə anlayırıq. Oldu nə? 1800. Çıxanda 1800'ü bir şey qalmır. Cavab nədir? O sende koyuyorsunuz böyle 2 tane. O 0 yazmırlar da 0 biraz yaxşı görsənmir, belə atırlar ki, yəni bir şey qalmadı. Ha. Olduğunu bunu da başa düşdük. İndi gəlin yazırıq ki, birdən kiçik mərtəbə vahidinə bölünmə. Ana orada. Birdən hacı? Ha. Birdən kiçik mərtəbə vahidinə bölünmə. Birdən kiçik mərtəbə vahidi hansıdır? 0 Yavaş, yavaş. 0 onda 1, 0 tam yüzdə 1, 0 tam vəs. Bax uşaqlar, ədədi fikir verin. Vurmada demişdik ki, ədədi 0,1, 0,100, 0,1000'ə vurma, onu 10'a, 100'ə, 1000'ə bölmək deməkdir. Burada onun əksini deyəcəm. Ədədi 0,1'ə bölmək, məsələn, yazıram ki, 2,5 böl 0,1. 0,1'ə bölmək, ona vurmaq deməkdir. Oldu nə? 20. 2 tam məsələn 375'i 0,0001'ə bölmək. Neçə ədəd var burada? 1, 2, 3, 4, 5, 6. Yəni 6 dənə buna artıracağım. 2, 3, 75 bunu yazırım. 3 tane de borç sıfırım var. Bildiniz niye? Burada 6 tane daha Halil. 3'ünü apardım, 3'ü borca kaldı. Ne yiyeceğim? 0 artıracağım. Bunu sen demiştin de bize. Ya da gelir. Mesela 12 tam 0,25 bölünsün 0 tam 0,01. Kim mənə desin bunu? Leyla desin. Dur. Ben orada 3 tane sıfırımız var. Neçə dənə ədədimiz var? 4 4 dənə varsa deməli vergül 4 dənə nə olar? Sağa gəlir. Yəni 10.000'ə vurma deməkdir də. 4 dənə ədəd 10.000 eləyir də. Yəni 10.000'in 4 dənə sıfırı var. O deməkdir. Lap yazaram ki 12 tam 0,25 vurulsun nəyə? 10.000'ə. Düzdür? 10.000'ə vurma, vergül gəlir 3'dən bura. 3 dənə sıfırın getdi. Biri axı qalır. Ay sağ ol. Bir dənə sıfır artırırsan. 12, 0, 25. Bir dənə artırırıq. 0 artırırıq. Sonra məsələn yazıb ki burada ədədi 0,25'ə bölmək. Yazıb 134 bölünsün 0 tam %25. Nə deməkdir bilirsiniz bu? 0 tam %25 özü nədir? Ay. Nədir? 4'də 1. Ay son. Yəni 134'ü 4'də 1'ə nə edirsən? Biz bölmədə bunu nə eləmişik? Ay son. 134'ü nə edirik? 4'ə vuracaq. Bu da eləyir 6, 12, 13, 536. Gəlin birində yazaq. Əlverişlilərlə. Aycan. Nədir balam? 120 bölünsün. Yox bunu biraz çətinlik yazaq. 16 bölünsün. 16 bölünsün 0 tam 0 125. Bilirsiniz nədir bu? Bunu oxuyanda 10.000'də 125 değil mi? Bunu belə oxuyuruq da, düzdür? Və mən bu sıfırı burada görməyəndə buna nə yazırdım? 8'de 1. Bəli. Sıfırı açdım. Bəli. Bəli, tamamilə doğrudur. 16 bölünsün nəyə? Asiya.
1000 olanda demiştik ki 1000'de 125, 8'de 1'de. Axı bunu gizlətmişdim, açdım. 80'de 1. O zaman belə yazaram. 16 vurulsun nəyə? Ters çevirəm. Oldu mu? 16'da 8'e vuranda hə? 280. 848 1280. Oldu. Belə. Deməli bizim səbirsiz Asiya qızımız izahlara baxa-baxa fikri qalıb 6'nın. 6'nın gözəl yolu var. Bəzən uşaqlar bu yolu yadda saxlamağa nə var ki, bir şey deyib keçirlər. Amma sonra imtahanda, sınaqda, hardasa, evdə biri soruşanda qalır belə ki, mən bunu nətər eləyim. Xırda bir dənə nüans var. Onu sizə deyirəm, xahiş edirəm yadınızda yaxşı saxlayın. Evdə də buna dönə-dönə baxın. Yaxşı? Gözəl qızım, 6-cı sualda yazılıb ki, 0.9 böl 0,03 plus 0,019. Bu məsələdə ilk ağlınıza gələn nə olur? Orta məxrəcə gətirmək, yoxsa nətə? İxtisar. Sən bunu necə ixtisar eləyərsən? Eləyənməzsin axı. Hə? Verim sizə o gözəl qızıl qiymətli teoları, hə? Uşaqlar, indicə sizə dedim ki, bölmə əməlində onluq kəsrə böləndə və ya natural ədədə onluq kəsrə böləndə böləni nəyə çevirək? Salatın xanım, natural ədədə çevirək. Aysa, natural ədədə çevirməsək biz bunu eləyə bilmərik. İndi mənməyə baxın, mən bura belə bir şey yazdım. Bu nə deməkdir? A böl B demək deyil. Deməli, məndə məxrəclər nədir? Məxrəclər nədir? Bölən. Bir de 3. Bax, mənməyə qulaq as. Bunu nəyə vuraram? 100'e vuraram, nəyə dönüşsün Nurlana? 3'e. Yəni 2 addım qabaq. Bunu vurdumsa mütləq də bunu da vurmalıyım. Bunu neçəyə vuracağım? 10.000. Mütləq bunu da nə eləməliyəm? Bunu neçə? Ay sağ ol. İndi bax uşaqlar, indi bunu deyirik 1000'ə vurmaq, 100'ə vurmaq, 10.000'ə vurmaq. İmtahana axı zaman lazımdır. Bunları yazmaq bizim zamanımıza aparar, düzdürmü? Bunun üçün biz nə edirik? Beynində o dəqiqə fikirləş. Bu 2 addım gəldisə, bu da 2 addım gəlməlidir. Bu 4 addım gəldisə, bu da 4 addım gəlməlidir. Beynində belə saxla, yaxşı? İndi baxın bura. Bunu yazanda nə yazıram bura? 3. Bu neçə olacaq? 90. Aysa, niyə 90 oldu? Bu bir dənə addım gəlir, axı 1-0 gedir, 1-0 qalır, onda yanına yazırıq. Plus, bu neçə olacaq? 19. Bəs bu? O da ki 19.00. 190. Ha. 19.00 nədir Asiya? 4 dənə var burada, burada isə 3 dənə var, düzdürmü? 190. Ay sağ ol. Minus, bu neçə eləyir? 12. 360. Ay sağ ol. Gördünüz nə gözəl oldu. Aa. İndi bura baxın. 90'ı 3'e böləndə 19 ilə 19 gedir, nə qalır burada? 36'ı 12'ye böləndə 30. Aa nasıl? 30 çıx 30 neçə eləyir? 30. Yerdə nə qaldı? Aa. Nasıl? Ben de. Gəlin yazaq 11'i. 11 nömrəli tapşırıq. 0.5'in kvadratı 2.5 Başalır. Birinci növbədə burada hansı işləmi aparacağıq? Diqqətlə qulaq asın. Fikir verirsinizsə əgər, məxrəclərimiz də var, sürətlərimiz də var, hamısı onluq kəsir, amma bayaqkindən fərqli olaraq nə var? Qüvvət var. Birinci qüvvətləri yazın. Yaxşı mı? Yazın. 2.5 qalır yerində 0.5'in kvadratı nə deməkdir? 0.5 bu. Bir dənə izahçı mən açıqlamalı yazın. İzahı verin, növbəti misalı yazanda bu cür yazmayacağım. Plus 1.6 qalır, 0.4 vur nə? 0.4. Yəni nə demək olduğunu deyirəm. Sonra götürərsiniz 0.3'ü 2'yə vurarsınız. Yaxşı mı?
Hə, o səhvi eləyirsiniz də maşallah. Ben de. Eləyirsiniz də bilirəm. Ona görə deyirəm ki, mən öz vicdan haqqımı yerinə yetirim. İnşallah siz də vicdansızlıq eləməzsiniz. Baxın müəlliməyə. Onluq işarələrinə fikir vermədən Salatın 5-i 5-ə nə edəcəm? Vuracam. Neçə eləyim? 25. Neçə onluq işarəsi var? 2 dənə. Qulaq as İpək. 1, 2. Vergül qoyacam 0,25. 2 onda 5. Plus 1,16 ilə işim yoxdur. Neçə onluq işarəsi var bunun? 2 dənə. 4'ü 4'ə vuranda 16. Sıfırdan 116. Plus Sıfırdan 109. Ben bu defa məxrəcləri sıfırdan 196. Məncə çox gözəl anladınız bunu. Nəyə baxacağıq? Nurlana. Nurlana indicə izah elədim. Bax bayaq dedim ha. İxtisardan öncə nə edəcəm Leyla? Ona vuracağım. Məxrəci elə etməliyəm ki, əli natural olsun. Ona vuracağım. Böləni, Ayşə. Ona vuracağım. Onu nəyə bax? Ona vuracağım. Yavaş. Yavaş. Güzel vuracağım. Yavaş uşaqlar, qışqırmanın mənası yoxdur. Baxın indi bura. Təbii ki, bu mənə verdi nə? 25. Bu mənə nə verəcək? Bu mənə verəcək nə? 9 0 3 0 tamam 6. Ay Niyə var? Siz 2 dənə gedəcək axı. Baxın indi bura. Uşaqlar. Düşünürsünüz ki, bu buna rahat bölünmür, ha? Yox, bölünür. 2 bölünmür. Nə bölünür? 25. Onda 0 tam onda 1. Gördünüz? Bax, belə düşün də. Bura bax. Asiya. 2 tam onda 5'i böl 25'e kızım. 2 bölünmürsə bura nə atıram? 0. İndi 25'i bölürəm. Neçə dəfə? Aa 0 Elədir də. Siz bayağı başlandınız. Plus, bax indi mənim mənə. Tezden 1 0 tamam onda 1. Ben de 1 bölünmüş 0 tam bir de 16'dan ben o kalanlarında canısın onda. O birisi 12. O birisinde 12. 12. İndi baxın. Hə? Nə? 12 tamam. Bəli. 0 onda 3 eləyir bu. O da eləyir nə? 12 tamam. Tamam 4. Bu qədər. O tam 5 zaten. Burada hiçbir şey yoxdur əslində. Birinci nə edəcəksiniz? Birinci gedəcək. Mötərizənin içinə baxın. Tamın üzərinə kəsir gələndə nə edeyim? O da Bölünsün. Bunu nəyə vuracam? Onu nəyə vuracam? Yox, əslində belə bir şey deyəcəm. Bircə dəqiqə, biraz tələsməyək. Bircə dəqiqə. Bölmədə bu nə olur? Onu bilirik də, düzdürmü? İndi mənməyə baxın. 3 tam 4'də 1, 4, 12, neçə idi o? 13. Vurulsun, düzdür. Salatın bunu nəyə vuraram? 100. Məxrəcə görə baxıram ha. Üstüne 10'luk işaret. Bəli, tamamilə doğrudur. 7 bu da neçə eləyir? 70. Plus nə? 2'de 1. Baxın uşaqlar, bununla bu nə olur? Nə qalır burada? 10. 4'də 13. Vurulsun 1'də nəyə? Plus nə? Bununla bu da nə olur? Nə qalır burada? Burada nə qalır? 2'ni 1'ə vuranda 2, 13'ü 5'ə vuranda Nurlana 65. plus nə? 2'de 1. Məxrəclər eynidirsə sürətlər nə olur? Nə? Məxrəc nə qalır? Eyni qalır. Yəni nə? Nə? Mənim məxrəc heç vaxt ixtisar olunmur. Yəni Yo, məxrəc indi bura nə yazar? 2. 4 deyənə maşallah. Bir nəfər 4 dediyə adını tutmuram. Bilmirəm.
Kızım, o vurma değil axı sən deyirsən. Oldu cavab nə? 33. Gördünüz necə maraqlı. Gəlin 15-i deyək. 15'te sıfırdan bir, 4'den sıfır. Demək uşaqlar, bu da 15-ci sualımız. Burada nə edirik? Birinci növbədə dedik ki, ədədi birdən kiçik mərtəbə vahidinə böləndə ədəd nə olur? Artır. Burada əgər 3 dənə ədəd varsa vergüldən sonra 4'ü buna böləndə bu neçə edir? Və ya heç o ağlıma gəlmədi. Bunu 1000'ə vuracağım. Düzdə 50. Bunda nəyə vuracağım? Bu onlar 1, bu onlar nə? 4000. 4000'i də 1'ə böləndə yenə 4000 vermir mi? Ay sağ ol. Vurulsun. Bundan bunu necə çıxıram? Baxın bura 0, 1 çıxılsın. 0 tam 0, 0, 1. Bunun üstünə nə atıram? Ay sağ ol. Ondan bir çıxanda qalır. 0, 9, 0. Deməli vuracağım bunu 0 tam. Vurmaydı da burada, elə mi? Oldu. İndi baxın mən bunu silim burada. İndi bura baxın. Görün nə edəcəm. Mən belə bir yazı yazdım Xədicə. Yaza bilərəm də tam ixtiyarım var. Bununla bunu olur. 4'e de 9'a vuralım. Gördünüz? Demək burada nəyə baxırsınız uşaqlar? Nə bilsən var gəl. Baxın bura uşaqlar. Birdən deməyin ki, müəllimə 2 böl 4'ü 2, 4'ü 2'yə bəzən eləyir uşaqlar. Görürsən, böyle bilmir Salatın xanım fikri qura bilir. Böyle bilmir, tərsindən bölür, deyirəm, tapdım cavabı. Elə deyil. Burada ardıcıl gedişatını eləyirsiniz. 2 böl 4 böl 5. Mən ancaq bir dənə iş görməyi istəyirəm. Sürəti belə yazacağım. 2 böl 4. Yaza bilərəm də. 2'ni 4'e böləndə neyini? 2'də 1. 2'də 1 böl 5. Yəni 1'də 5'dir də, düzdürmü? Necə rahat görürəm, necə oxuyuramsa elə də yazıram. Yazıram 2'də 1 vur nə? 2'də 1 vur 5'də 1 nə deməkdir? Yəni nə? Yani 0 tam. Nasıl? Gördünüz mü? Demək mənim sürətim oldu nə? İndi gəldik bura. Bunun belə yazılmağının mənası çoxdur ya. Deməyəs müəllimə bölmədə niyə mötərizələr olur? 2'ni böləcəksən bu ikisinin cavabına. Yəni ki 4 bölünsün nəyə? 5'e. Salatın. Ədədi böləndə birinci qalır, ikincinin tərsi çevrilir. 2 ilə də 4 nə olur? Qaldı nə? 2'də nə? 5. İndi bura baxın. Mən heç bunu belə eləmirəm. Burayla işim yoxdur. Mən burada sürəti məxrəcə bölmürəm. Sürətdə nə aldım? Onda biri də nəyə böləcəm? Məxrəcə. Yəni nəyə? Birinci kəsir olduğu kimi qalır, ikincini neyin ilə? Ondan da 2 Hə? Gördüm belə daha gözəldir də. 2 ilə 10 nə olur? Burada nə qaldı? 25'te 1. Bu değeri %4. Oldu mu? Sürət. Bura nədir? Ay. İndi gəlin mən belə bir şey deyəcəm. Gedin, bax. Birincisi. Bir çıxılsın, birinci sürəti işləyir. Bax, çaşmamaq üçün, qarışdırmamaq üçün əməllər sırasına diqqət edin. Burada da bu sürətimlə hələ, bax, dönə-dönə deyirəm. Burada da birinci nəyə eləyəcəm? Mötərizəni. 1'dən 4'də 1 çıxanda, bunu bəli, 4'də 4 minus 4'də 1 neçə edir? 4'də bölməyəcəyik. Vuracaq. Birinci olduğu kimi qalacaq. Belə bir şey olacaq. Yoxdur deyən belə saxlayıram. Hələ tələsmirəm. Bu cür saxlayıram. Demək ki, Vagif, mənim sürətim nə oldu? 4'də 15. Aha. Adam. Keçirəm məxrəcin əməllərinə. 1 minus sakit. 5'də 1 bölünsünə 4'də 1. Əgər ardıcıllıqda bölmə, vurma, birinci mötərizə varsa mötərizənin için, mötərizə yoxdursa,
Bölmə və vurma varsa birinci bölmə və vurmanı ardıcıl yerinə yetirir. Mən 5'də 1 bölünsün nə? 4'də 1. 5'də 1 qalacaq İpək. Vurulsun 1'də 4'ə. 5'də 4. Uşaqlar, səs qatmağın mənası yoxdur. Yaxşı. 5'də 4. Sonra da 1'dən çıxacaq 5'də 4. 5'də 1. Cavab elədir 5'də 1. Bura oldu nə? Sürət. Bura oldu nə? Məxrəc. Və biz kəsirdə deyirik ki, sürəti məxrəcə nə edirlər? Bölürlər. Sürətin qiyməti oldu nə? 5, 4'də. Böl 5'də 1. Yəni 4'də 15 vur, 1'də 75 bölünə 4. Bunu da belə saxlamaq olmaz. 12 tam 4'də 18 tam. 18 tam. Bax fikrimi qarışdırırsınız. Deyirəm ki, səs qatmayın ortaya. 4'də 3, bunu da 25'ə vuracaqsan. 18 tam %75. Buyurun. 27 nömrəli tapşırıqda yazıb ki, A bərabərdir 2,6 olarsa bu ifadəni hesabla. Diqqətlə qulaq asın. Biz bu tip ifadə veriləndə həmişə demişəm, diqqətli olun, tələsməyin, yerinə qoyub vurmağa çalışmayın. Sadələşə bildiyi qədər sadələşdirin. Mən bölməyə heç nə eləyə bilmərəm. Amma bu ikisini toplaya bilərəm. 1 onda 5'in üstü, 3 onda 5 gəndə neçə edir? 5. 5 yanında nə? A. Yazıram ki 44,2 böl A üstə gələnlər 5'ə. Gördün mü? A'ların biri azaldasiya. Deyirsən ki çevirim neyini? İndi sən bölməni eləyə bilməzsən bunu ilə vurma ilə bir yerdə. Belə də qalacaq. 2,6'nı yazırsan bura. Gördünüz mü? Adi bölme, adi vurma işləyəcəm. Əgər ikisi də vurma olsaydı orta vuruq çıxardardım. Biri bölmə, biri vurma olanda orta vuruq işləmək olmaz. Və bölmədə bunu nəyə vuracam? Niyə? Bölən məndə nə olmalı? 26. Ay sağ ol. Natural ədədəcəm. 42 bölünsün nə? 26. Bir dənə var içində. 26, 8, 1, 2. Burada da var. 9, 8 dənə. Yox. 7 yox. 6. 7 dənə elə özü eləyir, hə? Bəli. Yazırıq bura nə? 17. 2,6'nı gəlin bıraq 5'ə. Elir 33 yadda 15, 18. Düzdürmü? Bir onluq işarəsi var, nə eləyir? Cavab neçə eləyir? Bu qədər aha. Biraz bəzi uşaqlarımız 1, 2 də 3-cü əməli görəndə artıq təngə nəfəs olurlar. Müəllimə tez bunu izah edin. Ən asanıdır. Bax, Fəxrəddin, bura bizim kəsirimizdir. Bura sürətdir, burada nədir? Məxrəc. Mən məxrəci köçürdürəm bura. Axı çox iş məxrəcdə var, düzdürmü? Ay sağ ol. Məxrəcdə bu hissəyə baxıram. Bu nədir? 0,8 plus 0,8 neçə eləyir? 1,6. Burada nədir? Bunu nəyə vuracam? Niyə ona vurdum? 16 olsun. İxtisar gedir bir-birinə. 2'də 1'in özü də nədir? 0,5. Cevap nədir? Demək ki 0,5 üstə gəl bu ifadə bütün cevabı mənə nə verdi? Bura nəyə bərabər oldu? Nə? 0,4'ü 1'ə böləndə nə eləyir? 0,4 eləyir. 4'ü 1'ə böləndə nə eləyir? 4'ü 1'ə böləndə nə eləyir? 0,4'ü 1'ə böləndə nə eləyir? Özü eləyir də, ədədi 1'ə böləndə özü eləyir də. Çətindir, bunun üçün yenə məşğələyə gəlsin. Dəhşət bir şeydir. Burada nə eləyəcəm? Burada isə
Uşaqlar, 50-ni indi gəlin bölək 4-ə. Bir dəfə 10, 100, 10, 2 2 dəfə, 8, 125, 20, 20 qalır. 25, 25.